Bir müddət əvvəl ölkənin müxtəlif bölgələrində havaların qeyri-sabit keçməsi, güclü yağış, dolu, sel su basması və fırtına qasırğa kimi hallar kənd təsərrüfatına və əkin sahələrinə ciddi zərər vurub. Bununla əlaqədar olaraq sığortalı fermerlər tərəfindən Aqrar Sığorta Fonduna zərər müraciətlərinin sayı kəskin artıb. May ayının əvvəlindən indiyədək ölkənin 35 rayonundan 3500-dən artıq müqavilə üzrə müraciət daxil olub. Bu da ümumilikdə 53 min hektar əkin sahəsini əhatə edir. Baxdığımız zamanı görürük ki, ümumilikdə 53 min hektara yaxın sahədən həm taxılçılıq, həm meyvəçilik istiqamətində zərərlərin olmasından bağlı fonda 1651 qaynaq xəttə müraciətə daxil olmuşdur. Ümumilikdə 51 min hektara yaxın taxıl sahəsi, yəni arpa və buğda sahələrinə ciddi şəkildə zərərlərin dəyməsi, 2000 hektara yaxın isə meyvə bağlarına zərər dəymişdir. Baxdığımız zamanı görürük ki, son dövrlərdə artıq leysan xarakterli yağışların saylarının çox yağması və çaylarda su hövzəsində suların artıq yüksək miqdara qalxması nəticəsində su daşmaları, kanalların daşması nəticəsində sahəyə ciddi zərərlər dəymişdir. Aqrar Sığorta Fondu tərəfindən bütün müraciətlər qeydə alınır. Əraziyə baxış keçirilməsi və zərərin hesablanması üçün bölgələrə ekspertlər yönləndirilir. Hazırda bütün ekspertlər bölgələrdə qiymətləndirmə işləri aparırlar. Tərtər rayon Çaylı kəndindəyik və burada artıq gördüyünüz kimi nektarin, şaftalı və ərik bitkisi əkilmişdir və may ayının 30-unda fermer tərəfindən ciddi şəkildə dolu hadisəsi olmasından bağlı müraciət daxil olmuşdur. Hal-hazırda ekspertlər tərəfindən sahədə qiymətləndirmə aparılır və gördüyünüz kimi sahədə dolu nəticəsində əriklərdə çox ciddi şəkildə mexaniki zədələr meydana gəlmişdir. Ümumilikdə baxanda 35 rayon üzrə 3500-ə yaxın müqavilə üzrə daxil olan müraciətlər üzrə artıq 30-a yaxın ekspert qrupu ölkənin 35 rayonunda müstəqil şəkildə qiymətləndirmələr aparılır və qiymətlənmə bitdikdən sonra fermerlərə bununla bağlı məlumatlar veriləcəkdir. Fermerlərə dəstək məqsədi ilə sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Nəticədə sahibkar cüzi ödəniş etməklə əkin sahələrini asanlıqla sığortalaya bilir. Son olaraq qeyd etmək istəyirəm ki, ümumilikdə 1 hektar taxıl sahəsinin ümumi istehsal xərci 1000 manat olan 1 hektar taxıl sahəsinin sığortalanması 13 manata başa gəlirsə, bildiyiniz kimi bunun da 50%, yəni 6.5 manatı dövlət vəsait hesabına, digər 6 manat 50 qəpik isə fermer hesabına ödənilir. Xatırladaq ki, aqrar sığorta mexanizmi əkin sahələrini təbii fəlakətlərdən, yanğın, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin müdaxiləsindən qoruyur.